yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil və rəcəhum. Dedik, bugün tamam başqa bir mövzudur. Bugün yeni mövzumuza qədəm qoyuruq. İnşallah ki, Allahın lütfü, inayəti ilə Əhl-i Beyt əleyhissalamın bərəkəti, siz əzizlərin duaları sayəsində bugünkü mövzunu da oxuyaq və bir-birimizi başa düşək və yenə müzakirə edək, öz həyatımız üçün bir bəhrə götürək, axirət çantamızı, zəmbilimizi doldura bilək inşallah. Mövzumuz şeytanın süqut səbəbidir bu ayda. Ki, çox eşitmişik ki, bu ayda şeytanın qolu bağlanar, şeytanın süqut ayıdır. Allah bu ayda möminə, müsəlmana o qədər rəhmət və məğfirət yağdırır ki, da kimsə bundan istifadə eləməsə, vay o insanın halına. Təbii ki, şeytanın süqut səbəbi deyəndə biz baxmalıyıq ki, şeytan necə oldu ki, bir anda hər şey əldən çıxdı. Əlbəttə bilirsiniz, oxumusunuz Quran-ı Kərim ayələrindən və hədis və rəvayətlərdən ki, şeytan 6000 il Allaha ibadət etmişdir. Amma biz bilmirik bu 6000 yer təqvimindəndir, yoxsa asimani bir zamandır. O 6000 il hansı zaman kəsində olmağını biz bilə bilmirik. Necə bir zaman dövründə olubdur. Yadda saxlayın, onu cənnətdən qovan binamazlıq deyildi. Bəzən bizdə belə bir şey formalaşır. Biz namaz qılırıq, hicab bağlayırıq, saqqal saxlayırıq, hətta elm də öyrənirik, ali məktəbə qəbul da oluruq, tələbə də oluruq, dünyəvi elmləri də öyrənirik ki, bugün də maşallah nə qədər bizim dindar əzizlərimiz var ki, elə bütün universitetlərdə istər hicablı, istər qeyri-hicablı, nə qədər inansız insanlar var ki, elm arxasından gediblər və çox savadlı kadrlar da var. Maşallah, elm əhlidirlər. Amma binamazlıq öldürmədi şeytanı. Yəni, bu nə deməkdir? Yəni, biz namaz qılıb arxayın olmayaq. Saqqal saxlayıb arxayın olmayaq. Hicab bağlayıb arxayın olmayaq ki, bəli, mən həcc tamamlamışam, mən ziyarətlərə getmişəm, mən Quran oxuyuram, mən zikr edirəm, oruç tuturam, hicab bağlayıram, çadıra geyinirəm, tədbirlərə, konferanslara qoşuluram. Yəni, dində mühüm olan məsələləri yerinə yetirirəm. Bu məndə arxayınçılıq yaratmamalıdır. Bunların heç bir şeytanı iblis eləmədi. Bir səbəb, bir dənə səbəb iblisi iblis etdi. O da nə idi? Qəlbin ən böyük xəstəliyi olan təkəbbürlüyü idi. Qəlbin ən böyük xəstəliyi olan təkəbbürlüyü idi. Heç bir ibadət təkəbbür qədər qəlbdə kök sala bilməz. Hətta oruçda. Heç bir ibadət. Biz bunun iftar məclislərində şahid oluruq. Biz bunun imsaklarda şahid oluruq. Təzə bir dəb düşübdür. Təzə bir, sanki bir, bilmirəm, bir ənənə formalaşıb. Adam iftar eləyir, qaşıqla maç yeyir, sənə canlı yayım açır. Baxsan ki, adamın paylaşımlarına İmam Hüseynlə paylaşır, hədislər paylaşır, gözəl fikirlər söylüyor. Sənlə danışa-danışa sahurda, məsələn, yumurtanı yer ağzına qoyur, nə bilim, oradan bir qaymaqdan biraz yer ağzına qoyur, maç, sənə danışır. Oradan da buna sual verirlər. Və sanki cəmiyyət də belə insanlar üçün maraqlıdır. Və heç vaxt cəmiyyətə aldanmayın, ha? O yaxşı biri olmasaydı, bu qədər adam niyə baxırdı ona? Yox, əstağfurullah. Heç zaman cəmiyyət sizi aldatmasın. Mümkündür, cəmiyyətin zövqü pozulub. Musiqi sahəsində, sənətkarlıq sahəsində,
başqa din sahə, başqa sahədə mümkündür ki, bir cəmiyyətin zövqü pozulubsa, o demək deyil ha. Bunlar düzdürlər, yox. Və baxırsan ki, insanlar iftar süfrəsini paylaşırlar. İmsakını paylaşırlar. Sual çıxır ortaya. Bir dənə sual çıxır ortaya. Bir dənə sual çıxır. O sual da budur, niyə? Niyə? Səni nə məcbur eləyir ki, sən çörək yeyəndə canlı yayım açasın? Elə mənim tanışlarım da var ha, bunların içində. İstir məndən küssünlər. Mənə də aid, hamımıza aiddir. Hətta bunu kopyalayıb paylaşa da bilərsiniz. Niyə bir nəfər iftar eləyəndə, sahur eləyəndə bir mömin qardaşımız, bir möminə bacımız, baxırsan ki, məsələn, qardaş maşallah yaraşıqlı oğlandır, saqqallı saxlayır, bacımız hicablı bacı. Maşallah paylaşılma da gözəldir ha. Demirəm pis şey paylaşırlar. Amma baxırsan ki, bu məsələdə qırılıb, ilişib qalıblar. Bu məsələdə ilişib qalıblar. Və irad da bildirəndə təəssüflər olsun ki, qəbulləmirlər. Qəbul etmirik. Çünki insanın iman göstəricilərindən biri budur ki, iradı qəbul edəsən. İnsanın mənəvi halından biri budur ki, gərək o hala birinci düşməyəsən, əgər düşmürsənsə də, gərək bu səhvi həzm eləyəsən, qəbul edəsən ki, mən bunu eləyim, niyə eləyirəm? İndi deyəcəksən ki, bu bir dənə riyakarlıqdır, ya səndən küsəcək, ya səndən inciyəcək və belə bir söz deyəcək, bunu mənə şəxsdə deyə bilmirdin, ay qardaş. Ay anam, ay bacım, sən aşkarda təqdim eləmişsən hər şeyi. Mən bunun nəyin deyim sən gizliyində? Sən bir nəfərlə danışsaydın qıraqdan, telefonla ya, məsələn, bir şəbəkəli bir platforma olsa, deyərdim, hə, elə şey eləmə. Bir də bax, cəmiyyət sənə baxır, kütlə sənə baxır, nə qədər izləyicin də var. Və sənə baxan adam nə dərs götürəcəkdir? Deyəcək, elə bunun alimi də bu cürdür, elə bunun imamı da yəqin bu cür olubdur, elə bunun əqidəsi də bu cürdür. Siz bilirsiniz axı, biraz daşımız ağırdır bizim bir balaca, bilirsiniz da? Biraz daşımız ağırdır. Bir də maniaqdır, bir dənə bir səhv axtarırlar ki, bir ağızlarından bir söz tutsunlar, paylaşsınlar bunu. Bir bəhanə axtarırlar da. Əsas məsələyə baxmayacaqlar, sənin o səhvə diqqət eləyəcəklər. Belə bir dəstə insanlar da var. Və məsələ budur, sən niyə buna şərait yaradırsan? Axı, bu riyakarlıqdan başqa bir şey deyil. Biraz da dərinə geçsə, deyərdə bu təkəbbürlükdür. Təkəbbürlük. Gözümü zilləyib ekrana baxsan, niyə baxsan ekrana? Yaxşı, yemək yiyirsən, başa düşdüm. Üzvü o tərəfə çeviriyir. Ekrana baxma, heç olmasa ekrana baxma. Yaxşı bir söz düşüb dilimizə. Göz haqqınızı halal eləyin. Mən sualini bir söz deyəndə də saz ilə ki, elə əhl-i beyti ortaya qatırsın. Bəs neyniyək? Bə kimdir nümunəmiz bizim? Biz elə əhl-i beytdən nümunə götürməliyik da. Biz elə İmam Zamandan misal çəkməliyik. Biz elə Xanım Zəhradan misal çəkməliyik. Mən Məhəmmədlə nə işim var? Əhmədlə mən nə işim var? Məmmədlə nə işim var mənim? Və qonşumuz Müzəffər kişi ilə mən nə işim var? Taksi şoförü Rasimlə mən nə işim var? Mən nə işim var falan kəsdən? Elə mənim işim elə əhl-i beyti misal çəkməkdir da. Sənin etiqad bəslədiyin və zühurunu gözlədiyin o kişi oturub bu şey eləyər səncə? Eləyər? Bu nəyin tələbatıdır? Bu nəyin zərurətidir? Bu nə ehtiyacdır? Nə fayda verir bu sənə bu? Ay qardaş, ay bacı, mübarək Ramazan ayıdır. Mümkündür kiminsə imkanı yoxdur. Mümkündür kiminsə evdə o yeməklər bişirilmir. O çaylar dəmlənmir. Hələ mən başqa şeylər demirəm, ha? Hələ mən başqa şeylər demirəm.
Hələ xırda bu şeydən başlayıram hələ. Yemək yeyə, sən niyə dindən danışırsan? Çay içə, tort yeyə, nə bilim, simişka çitliyə, səhər sahur eləyirsən, iftar niyə paylaşsan bunu canlı, yeyə danışırsan? Bütün gözün, fikrin qalıb telefondakı, görən kim nə yazacaq, kim mən sənə deyim, sən oradan bir dənə bu cavabı gözləyirsən. Sən nə yaraşıqlı oğlansan, sən nə gözəl xanımsan. Allah imanı kamilə. Sən ancaq bu cavabı gözləyirsən ki, hamı sənə desin, Allah qəbul eləsin. Siz Allah deyin, mən yalan danışıram. Yalan deyirəm mən. Məsələn, mən danışıram burada, mənim fikrimi ki, siz mənə qulaq asasınız, dinləyəsiniz. Mənim niyyətim budur. Mən mənafib təbəqqi gözləntim budur ki, mənə qulaq asa biləsiniz. Nəsə orada bir düz şey varsa, onu götürə biləsiniz. Sən bunu danışırsan, deməli, sənin istəyən budur ki, sənin orada desinlər ki, Allah qəbul eləsin. İndi bu riyakarlıq oldu, yoxsa yox? Bu riyakarlıq oldu, yoxsa yox? Sən əsər açmışdım yayım, 50-60 nəfər də izləyir, 100 nəfər də baxırdı. Bu təkəbbürlük oldu, yoxsa yox? Mübarək Ramazan sənə bunu öyrədir. Bunu öyrədir. Orada açıb yeməyə, ağzı, qaşı ağzına qoymağı paylaşmaqdansa İmam Zaman dua eləyərdin da. Bir fərəz duasını orada oxuyardın. 2 kəlmə Əhl-i Beytdən danışardın. Bacardığını göstərərdin. İmamların adlarını sayardın. Salam ziyarətnamə oxuyardın. Heç bir ibadət təkəbbürlük qədər iz buraxa bilmir. Kök sala bilməz. Ən bəlalı yerlərdən biridir təkəbbürlük. Ən bəlalı. İçimizdə özümüzü bir təqdimat hissi var. Özümü bəyənmək, özümü göstərmək hissi var. Görsə bir dənə paltar alırıq. Nə deyirik? Bax ki, necə xoş, qəşəng durur. Sənin xoşuma gəlsin. Nizən başqası bunu bəyənsin? Sən bəyən, sənin xoşuma gəl. Allah bəyənsin bunu. Sən bunu pencəyə bəyənib giymisənsə, səliqət üçün saxlayırsansa, ki bunun köhnə və təzə olmağın bir mənası yoxdur. Bunun məsəl üçün cırıq olmağının bir mənası yoxdur. Təmiz olsun. Əsas məsələ təmiz olsun bu da. Pak olsun bu da. Murdar olmasın. Eynən qəlbimiz kimi, ruhumuz kimi sən qəlbin güzgüsünə bax. Gör qəlb nədir bu işdə? Qızlar baxın görün qəşək durur. Yox qızlar desə ki pis durur deyəsən aha paxıllıq tutur mən. Buna bax gözü götürmürük. Ağa sən onun dediyini qəbul eləməyəcəksən onsuz da. Sən öz bildiyi verən adamsan. Deməli bu sözdə bir dənə, sözdə də bir dənə riyakarlıq var. Bu fikirdə də bir təkəbbürlük var. Sən deməli riyakarlığın və təkəbbürlüyün qurbanısan. Şeytanı bu şey qovdu. Şeytanı cənnətdən bu his qovdu, bu düşüncə qovdu, bu fikir qovdu. Əks halda başqa bir şey deyildi. Başqa bir şey deyildi. Ona görə diqqətli olmaq lazımdır. Allahın əmrlərini bəyənməmək təkəbbürlüyün növlərindəndir. Allah sənə əmr edib ki, yediyi cəmaatla paylaş. İçdiyi cəmaatla paylaş. Görüntülə. Bəli, Allah deyiyi paylaş, bəli deyik, mən razıyam. Amma yiyəndə paylaş. Deməyib göstər paylaş. Yiyəndə tək yemə, məkruhatı var. Yola sizə tək çıxma, məkruhatı var. Tək yaşama, ailə qur, kiməsə yaşa, məkruhatı var. Bu baxımdan məkruhatı var. Bu baxımdan və ya bəyənə bilər. Məsələ bu qədər sadədir, amma özümüz qəlizləşdirmişik, özümüz çətinləşdirmişik. Özümüzü başqalarından üstün bilirik. İnsanlara yuxarıdan aşağı baxmaq bizim evimizi yıxacaq. İnsanlara yuxarıdan aşağı. O bir qəribə də aqressiya var bu bəzi möminlərdə. Bir söz, hətta bir lap belə dindar da öyle qardaş, sən orada irad bildiribdi. Niyə adama sən kobud cavab verirsən? Niyə? Sən imamı bu cür edirdi? Yenə deyirəm, o əvvəl şeyə qadirəm, yaxşı söz düşüb ağzımıza. İmam, mən imam deyiləm ki, sən kimsən? Sən kim yolla gedirsən? Sən hansı kim məktəbində oxuyursan? Fəxrlə deyirsən, mən Aşura məktəbində oxuyuram. Fəxrlə deyirsən, mən Əhl-i Beyt məktəbindən gedirəm. Sənin məktəbin bunu öyrətməyib sənə. Sənin universitetdə sənə bunu öyrətməyibdir. Adam bir səhv eləyəndə təhsillə bağlı. Adama ilk sözləri bu olur. Sən harada oxumusan, sənə dərs deyənmə, sən hansı müəllim dərs deyibdir, bu diplomu sənə kim veribdir? Adama bəzən bu cür irad dururlar, bu cür fikir bildirirlər.
İndi o mənəvi səhv eləyəndə də, o mənəvi tənəzzüldə olanda da sənə bu söz deyəcəklər ki, sənə bunu kim öyrədib, sənə bunu kim deyibdi, sənin məktəbin sənə bunu öyrədir. Budur məktəb, budur məsələ. Ona görə də diqqətli olmaq lazım bu işlərdə əzizlər. Çox diqqətli olmaq lazımdır. Bunlar çox mühüm məsələlərdir. Ehtiyatlı olaq. Bu ayda elə düşünməyək ki, təkəbbürlük bizdə formalaşmayacaq. Bu barizdir. Hələ mən bir dənə misal çəkdim sizə. Hələ bir dənə misal çəkdim ki, səhər-səhər yeməyi yeyir, canlı-canlı onu paylaşır. İftar edir, onu paylaşır. Hələ bir dənə bunu dedim. Kasıb iftara çağırır, getmir. Varlı insanlar iftara çağıranda gedir. O böyük alimlərdən biri var. Bir dəfə demişəm sizə. Onu bir nəfər qonşusu onu çağırmışdı. Əyyən Fatimiyyə günləri idi. Demişik. Yadından çıxan məşhur bir məddah olur. Əhl-i Beyt məddahlarından biri olur. Çox hörmətli insan olur ha. Bunu bir dənə çağırırlar məclisə. Bir neçə məclisə çağırırlar. Əyyən Fatimiyyə günləridir. Qonşusu gəlir. Deyir ki, bəs məsələn filan qardaş axşam özə başsız bir xanım olur ha. Yoldaşı da olmuş. Övladla kişi qalırmış. O deyəsən oğulla kişi qalırmış. Demişəm bir dənə bunu sizə. Ki, qardaş, ay qonşu, axşama aş dəmirləmişik. Gəlib nə olar, bizdə bir iki ağız oxuyarsınız, oğlumla sizə qulaq asarıq. O da deyir, bacı, valla mənim bir yerə çağırıblar. Böyük bir dənə müştehidlərin, fəqihlərin məclisidir. Ora çağırıblar. Oradan çıxıb başqa bir məsciddə oxumalıyam. Əgər vaxt edəsəm, gələcəm. Bu gedir, səhər tezdən gedir. Həmin alimlərin məclisində iştirak, şəhərində bütün o ziyalı insanları, ictimai xadimlər, din hamısı orada iştirak edir. Adama həvəski alır axı. Böyük bir alimlərin gedirsən məclisinə, orada sənə çıxışa söz verirlər. Onların qabağına çıxış eləmək bir fəxarətdir, da belə xoşdur. Sonra oradan gəlir məhəllə məscidinə, orada bir çıxışa gəlib düşür. Həmin bu qonşusunun o evinə gedə bilmir, gecəyə düşür. Səhər, gecə yatır, aləm rüyada, özü yazır bunu, özü danışırdı bunu öz xatirələrində ki, yuxuda xanım Zəhranı görür, dedi filan kəs, ey filan kəs filani. Bugün şəhərdə ki, bu qədər adma məclis qurulmuşdu, bir dənə məclis qəbul idi, o da sənin qonşun xanım var da, onun məclisi qəbul idi. Bilirsiniz nə hallar keçirdir bu? Bilirsiniz nə hallar keçirdir? Gəlir, başına döyür, andaman eləyir, həmin xanımın üzr istəyir, bağışlanmaq istəyir, tövbə eləyir. Baxın, bizim bəzən kiçik saydığımız şeylərin içindəki hikmətləri var. Nəinki böyük işlərin içərisində. Nəinki böyük işlərin içərisində. Birinin qapısını açmır ki, mənim nə işim var orada? O kasıb evdə, o damxalı evdə nə iş var, mənim nə işim var? Bizdə böyük yerlərə maraq var içimizdə. Böyük bir dənə məclislərə maraq var. Bir qəşəng bir dənə restoran sənə dəvət göndəriblər, ailəvi, lüks bir dənə restoran, iftar süfrəsidir. Bir də o küsə oyanda bir dənə bir balaca süfrə açıblar, kimi səni dəvət eləyibdir. Mən ora getməliyəm, məni bağışla. Hətta bəhanəmiz də budur ki, məni bağışla, ora getməliyəm, üzrlə hesab elə. Yəni, seçim qarşısına qalsa ora gedəcək. Niyə? Orada özünü göstərmək var. Orada iftar yoxdur, orada özünü göstərmək var. Siz Allah, mən bilmirəm, fikrimi çatdıra bilirəm yoxsa yox. Əgər bir qüsur varsa, üzrlə hesab eləyəsiniz. Bunun əlacı nədir? Bunun dərdi nədir? Bu dərdin əlacı nədir? Bu dərdin şəfası nədir? Təvazökarlıq. Təvazö. Yalnız təvazökarlıq. İmam Həsən Əsqəri əleyhissalam buyurur ki, təvazökarlıq yeganə nemətdir ki, heç kim ona paxıllıq eləyə bilmir. Heç kim paxıllıq eləyə bilmir. Təvazökarlıq özünü alçatmaq deyilik. Yəni, təvazökar budur ki, gedib başda oturmağa tələsməyəsən, savadın var, amma özü elə yaparsan ki, heç nə sanki bilmirsən. Bu təvazökarlıq budur. Çox böyük xidmətlərin var, amma özünü elə əyirsən, elə özünü əzirsən, sındırırsan ki, sanki heç nə eləməmişsən. Deyirsən, valla, mən neynəmişəm, biz neynəmişik ki? Təvazökarlıq budur. Təvazökarlıq əslində özünü alçatmaq deyil, həqiqəti qəbul etməkdir və Allah bəndələrinə qarşı mülayim olmaqdır. Təvazökarlıq budur. Hər kim təvazökar olsa, Allah onu ucaldır. Allah onu ucaldır. Xanım Zəhranın Fədəkiyyə xütbəsində səhv eləmirəmsə, buyurur ki, əgər zehni mən aldatmırsa, Allah orucu, təkəbbürü sizdən uzaqlaşdırmaq üçün vacib elədir.
Orucun bir əsas səbəbi də budur ki, təkəbbürlüyü bizdən uzaqlaşdırsın. Yəni biz kasıbın hissini, halını başa düşə bilək. O kirədə qalıb iftar eləyənlərin halını başa düşək. Qazancını, aylıq maaşının 80-90% borca, kreditlərə, evin kirəsinə gedən insanlar daha yaxşı anlayaq. Evində süd bişirən, o qədər də ət xörəyi az yeyən insanların halını daha yaxşı başa düşək. O xəstə insanlar ki, hər şeyi yeyə bilmir, ha. İştahımı yeyə bilmirlər səhhətinə görə, onları daha yaxşı anlayaq. Bir də hədisdən sözümü tamamlayıram. Əmir əl-Müminin əleyhissalam buyurur ki, mən təəccüb edirəm o kəsə ki, əvvəl bir dənə nütfə idi, yəni su damlısı idi, üzr istəyirəm, nütfə idi, sonu leşdi, amma yenə təkəbbürlük edir. Yəni, murdardan yaranmışıq, öləndə murdar qoxusu veririk, amma təkəbbürlükdən əl çəkmirik. İmam Cəfər Sadiq əleyhissalam buyurur, cənnətdə qəlbində zərrə qədər təkəbbürü olan şəxsə yeri yoxdur. Şeytan belini sındırdı. Öz-özünün belini sındırdı. Təkəbbürlük onu həqiqət məcrasından çıxartdı, yolunu azdı. Azdı o yolu. O kanaldan qırağa durdu.